Hamınıza salamlar. Bu günləri bloger nə deməkdir? Bunu deyəcəyik. Yəni bloger təkcə YouTuber və yaxud da sosial media platformalarının bəzilərini işləyən adam. Yəni qısaca baş salıram bu günləri. Hacker necə hacker olmaq videosunu hələ də baxmamısınızsa gedib ora bir bəyəni atmağı unutmayın. Bloger nədir və ya kimdir? Bu yazıda bu sualı izah edin. Azərbaycanda son zamanlar blog mədəniyyəti geniş yayılıb. Amma insan bloger və mikrobloger anlayışının fərqini başa düşmür. Instagram, Twitter və sosial media platformalarda şəkillərini, fikirlərini paylaşan şəxslər mikrobloger adlanır. Amma bizim cəmiyyətimizdə onlara nədənsə bloger deyir. Ancaq bu qismən də olsa yanlış fikirdir. Çünki blogerlərin fəaliyyəti fərqlidir. Bu iki anlayışı fərqləndirmək üçün məqsədlə blog sizə faydalı olacaq. Yəni mikrobloger başqadır, bloger başqadır. Mikrobloger sadəcə Instagram və Twitter sosial platformada şəkillərini və fikirlərini paylaşan şəxsə deyirlər. Yəni təkcə YouTube platformundan nəsə bir paylaşan və yaxud da YouTube platformunu istifadə edən şəxsə bloger demirlər, ona YouTuber deyirlər. Yəni bu qısa bir video olacaq, çünki bunun mənasını izah etmək çox qısadır. YouTuber sadəcə YouTube platformunu işlədən və onunla məşğul olan insana deyirlər. Ancaq bloger isə bloger sözündən bu sayt var. Orada da yəni öz blog səhifənizi açıb bloger səhifəsindən yəni bloger ola bilərsiniz. Yəni bu demək istəyirəm ki, bloger və mikrobloger fərqli anlayışlardır və bunu izah eləmək çox asandır. Ancaq insanlar bunu başa düşmürlər. Məsələn, sən YouTube işlədirsən, o blogeri gördün, o bloger çox yaxşı. Yəni o bloger deyil axı, o YouTuber deyirlər ona, bloger demirlər. Sadəcə bunun mənasını izah eləməyə çalışıram. Bloger yox, mikrobloger və yaxud da YouTuber. Sadəcə bunun mənası budur. Çox sadə və çox qısa. Növbəti videoda görüşərik. Sağ olun.